Masi izah elə. Mən bu tərəfə etməli. Necə? Mən teydə. Aha, sən mənə de görüm. Nitrat turşusu necə alınır? Sənayedə. Mən naturalaşdırma işçisi 4 tane. Sənaydə müəllim. Hə. İtirat dəqiqə. Demin dedim onu, demin. N2 oynasınız, bir də O2. Yəni O2 daha doğrusu açdım. Əvvəlcə azot qazını Mən nəyə NO2. çevirirlər? Mən birinci azot Amonyaka. qazı müəllim olur NO2. Sonra isə Azot qazı birbaşa NO2 olur. yox, mən NO olur, sonra da NO da NO2 eləyirlər də. Azot qazını NO-ya çevirmək üçün şimşək çaxması və s. elektrik boşalması çox enerji Mən lazımdır. deyim də mən ümumi Azotu reaksiya. əvvəldə nəyə çevirirlər şimdiyə? Azotu amonyaka keçirdilər, sonra onu yandırırlar, NO alırlar. Alınan NO-nu oksigenlə NO2-yə çevirirlər. NO2-nin üzərinə oksigenlə suyu gəlib, amma nitrat turşusunu alır. Aydın oldu və yaxud da azotdan amonyakı verməyə bilər, amonyakdan başlayıb sıralamanı verə bilər. Aydın oldu. Laboratoriyada isə nitrat turşusunun duzlarını bərçalda sulfat turşusu ilə təsir etməklə alırlar. Yəni D bəndi. 2. Deyir ki, mis, dəmir. İkinci sualda deyir mis, dəmir, gümüş, alüminium, sink. Bunların üzərinə ibarət soyuq halda qatı nitrat turşusu əlavə etdikdə hansı metallar reaksiyaya daxil olar? Hafizə, dərsi oxumusansa və yaxud da sulfat turşusunu oxumuşdunsa bilirsən. Hansı qatı halda soyuq olarsa, hansı metallar reaksiyaya girmir? Orta aktivdə. Əzbərə bilməliyik 4 dənə metalı. Hansılardır? Bilmirsənsə deyin başqasına. Bəsdir, sən de. Bəli, soyuq halda dəmir, xrom, nikel, bir də alüminium girməzdi, yalnız qızdırıldığı zaman girərdi. Bəli. Dəmir, xrom, alüminium girməz. Yəni siz buradan dəmir və alüminiumu çıxmalısınız. Geriyə qalır mis, gümüş, zink. Üçüncünü izah eləsin Fatimə. Fatimə. Mənim səsim sizə gəlmir. Fatimə yoxdur ki. Yaxşı, Gülçin, sən izah elə. Deyir ki, nitrat turşusunun sulfat və orta fosfat turşularından fərqləndirən xassəni deyil. Aha. Bu da işığın təsirindən parçalanmadır. Bəli. NO2 alınırdı, deyir məhlul da Ümumiyyətlə bizim sarımtıl rəngdə turşularımızdan olurdu. yalnız biri parçalanır. Hansı parçalanır? Nitrat turşusu. Bəli. Aferin. Ona görə də o fərqli xassəsidir. 4-ü də denən. 4-də də nitrat turşusunu neytrallaşdırmaq üçün neçə mol kalium OH tələb olunur? Yəni birin birə reaksiyadır. 31.5 0.5 moldur deyə elə 0.5 mol kalium OH lazımdır. Aferin. Gülçin, sənə sual verirəm. Nitrat turşusu və kalium OH-a hər hansı birini neçəsə mol götürəndə əsasi və yaxud da turş duz ala bilərəmmi? Nitrat turşusu bir əsaslıdır, ona görə xeyr. Bəs kalium OH-dan əsasi duz ala bilərəmmi? Ondan olar. Dəqiq. Mən bir əsaslı deyil. Bir turşulu da Eləcə o kalium H sayı OH-dır. birdən Onda nədir? olmur, bəli. H-florla, nitratla kalium OH. Fərqi yoxdur. Hansından neçəni neçəyə nisbətdə götürürük. Nə turş duz alınır, nə əsasi duz alınır. Çünki hər ikisində hidrogen və kalium OH-dakı OH-ın sayı 1-dir. Yəni bunlar birin birə nisbətdə reaksiyaya girir. Əzbərə bilməliyik. Deyirik ki, 63 ilə 1 mol kalium OH reaksiyaya girir. 31.5 ilə də 0.5 olacaq. Aydın oldu. Aferin. Tak. Gülçin, denən o bir sualı da. Deyir, hansı ifadələr nitrat turşusu üçün doğrudur? Toluol da 2-4 aldı, trinitrat toluol əmələ gətirib, bu doğrudur.
Sonra etandiol 1-2 reaksiyaya daxil olmur. Bu səhv eləmirəmsə daxil olurdu. Ona görə 2 səhvdir. Selloz edən reaksiyasında mürəkkəb efir alınır. Bu da doğrudur. Afərin. Bəsdir, sən dinə. Ondan sonrakını. Bəli, fenolla pikren tutucu əmələ gətirir deyir. Bu doğrudur. Hə. Amonyakla reaksiyaya daxil olunur, səhvli daxil olur NH4NO3 hallarda. Tolulla nitrobenzol əmələ gətirir. Bu da səhvi bayaq Gülçin oxuduğu kimi 2,4,6 trinitrotoluol əmələ gətirirdi. Yəni burada doğru olan sadəcə 1. Afərin. Desin indi 7-ni də denənsən, sonra 8-i dedizdirəcəm Sevaniyə. 7-ni sən de. Bəli, misin duru nitrat ilə qarşı təsirindən 11-12 qaz ayrılmışdır. Misin duru nitratla təsirində NO qaz alınırdı. İndi misallaşdırmaq lazımdır hal-hazırda bilmirəm. Yazıram. Kuprum NO3 2 dəfə NO və su şəklində alınır. Necə alınır? Mis nitrat. NO və Reaksiyanı əmsallaşdırın. Neçə düşür? Üç, 8, 3, 2, 4. 3, 8, 3, 2, 4. İndi bizə nə deyir? Deyirsən ki, 8 mol nitrat turşusundan alınıb 2 mol NO. Bəs neçə molundan 11-12 alınır? 4 dəfə az. Yəni 2 mol. 2 mol nitrat turşusunun kütləsi 126 qramdır. Aydın oldu? 8-i buyur Sevana denə. Sevana buradadır. Baxın, deyin mənə. Yoxdur mənim. deyir mənim. Hafizə, sən denin, asandır. Azotların sayına görə. 4 mol amonyakda nə qədər azot var? Deməli NH3-də 4 dənə azot var. O da olur deyir. 4 Qram mol 4-ə element. vururuq 63-ə. Bəli, və bitdi. Aydın oldu, sadə sual. Düzəliş. Nitrat turşusu üçün hansı ifadələr doğru deyil? Parçalandıqda oksigen qazı ayrılırmı? Bəli. Bərk maddə alınırmı? Xeyr. Nitrat turşusunun parçalanmasından su, NO2 və oksigen qazı alınır. Deməli, doğru deyil deyirsə B bəndidir. Ümumiyyətlə, nitrat turşusunun B bəndi bərk maddə olduğunu deyirim. Nitrat turşusu maye haldadır. Birləşmələrin nisbi molekul kütləsinin artması ilə düzün. Amonyakın nitrat turşusudur HNO3, amonyak NH3, nitrit turşusudur HNO2. İndi hesablasanız görəcəksiniz ki, ən çox nitratdır, sonra nitritdir, ən axırda da amonyakdır, kütləsi az olan. Deməli, artma sırası dediyinə görə 2, 3, 1. 12 də bunun kimi azalma sırasını istəyir. İndi gəldik 13-ə. Duru nitrat turşusunun mis ilə qarşılıqlı təsiri zamanı azotun oksidaşma dərəcəsi necə dəyişir? Hazırda bizim ekranda da, yəni yazdığımız reaksiyada budur. Nitrat turşusunda HNO3-də oksidaşma dərəcəsi neçədir? Müsbət 5. NO-da neçədir? Müsbət 2. Deməli, neçədən neçəyə gəlir? Müsbət 5-dən müsbət 2-yə gəlir. Ona görə B variantı. 14-də isə NO ayrılmır. Nə ayrılır? NO2 ayrılır. Deməli, müsbət 5-dən müsbət 4-ə gəlir. Düzdür? Sonra gəldik 15-ə. Qatı nitrat turşusu ilə NO2 əmələ gətirən, lakin hidrogeni çıxara bilməyən metalları göstərir. Deməli, pasiv metal olmalıdır, amma qızılla platin ola bilməz. Çünki onlar heç nə ilə reaksiyaya girmir. Deməli, cavabımız 1 və 4-dür. Civə və misdir. Xloridlə reaksiyaya girmirlər, amma nitratdan NO2 ayrılırlar. 16. Bu reaksiyadan ya bunu saya görə tapmalısınız, ya da əzbəri bilməlisiniz də. CO2 ayrılıbsa, deməli, hansı qeyri-metaldır? Karbondur. NO2 sulfat turşusu alınıbsa, deməli, hansıdır? Kükürdür. Nitrat turşusu çünki bizim qeyri-metallarımızdan hansıları ilə reaksiyaya girir də Gülçin?
Fosforla, karbonla, kükürdlə. Borla da girir, prosta biz onun reaksiyalarına baxmırıq. Bildin? 18. Nitrat turşusu ilə amonyakın qarşılıqlı təsirindən alınan duzu hansı qaz ayrılar? Nitrat turşusunun amonyak ilə reaksiyasından nə alınır? NH4NO3. NH4NO3-ün parçalanmasından təxmasib nə alınır? NH2O. Afərin. NH2O. 19. 19-da hansı olacaq? Orta aktivlər qatı nitratla nə verir? NO. Nitrat turşusunun deyir, nitrat turşusunun üzərinə hansı maddəni gələndə su alınmaz. Siz indi baxın görün hansında su alınmaz. Y variantında alınacaq. C variantında alınarmı? Adi dəyişmə reaksiyası olacaq da. Amonyum nitrat və H2S alınacaq. Su alınacaqmı? Yox. Ona görə cavabımız odur. 21-də də yenə amonyakı götürəcəksiniz. Nitrat turşusunun üzərinə amonyak gəlsəm alınacaq NH4NO3. Su alındı mı? Yox. 22. Baxın mənim dediyim sual. Ardıcıllıq düzgün müəyyən olunmalıdır. Burada ardıcıllıq hansı olacaq 22-də? Siz səhvən dəyişmisiniz. İndi dəyişdim. 22-ci suala keçdim. Açılmayıb. Təxmasib 22-də ardıcıllıq nə olacaq? Görsənmir ekran sizdə. Müəllim. İndi açıldı. Müəllim. De. Deməli, burada belə deyirsən. NH3 üstəmənin oksijeni yandıracaq NO, NO-nun oksijeni reaksiya NO2, Yandıracağıq, oksidləşdirəcəyik. Amonyakı yandıranda nə alınır, oksidləşdirəndə nə alınır? NO2 alınır. Yandıranda mənim N2 alınır. Yox, mən səhv etmək. Oksidləşdirəndə N2 alınır deyəsən. Nə, aləmi qat. Gülçin, sən də. Bəsdə deyəcəkdim, Gülçin dedim. Gülçin, de. Bəstəyə başqa sual verərəm. Deməli, amonyakdan NO alırıq. NO-dan NO2 alırıq. Sonra da Aferin. nitrat turşusu. Amonyakın yanmasından N2 alınır, oksidləşməsindən NO Ondan alınır. N2 deyim. Sənsə qarışdırırsan, qarışdırma, əzbərlə. 23. 23 izah elə. Ənəs müəllim. 23, bəli, səndə də 23 de. Mənə deyirsiniz. Hə, Təxmasib, səni gözləyirəm. Mən o reaksiyanla deyim. Aslında bir baxın. Ha, məsələn, mis istəyəsən mən HNO3 alınır, mis NO3 2, qataq NO2, Hı. bir də mən oksijəndə. Aha, sonra nə edirik? Bundan sonra çəkilmə. Nə? Burada əmsallaşdırayım müəllim. Əmsallaşdır, buyur. Əmsallaşdırayım müəllim. Əmsallaşdırayım. Gözləyirəm də əmsallaşdır. Mis mən 0-dan gəlir müsbət 2-yə. Düzdür. Deyim. Azotda müsbət 5-dən müsbət 4-ə. 1 düşür. Müsbət 5-dən mən. Deməli, bura 2 atacağam. Onda nitrat turşusu neçə düşəcək? Müəllim. 2, 2, 4. Suya da 2 attım. Əmsallaşdı, baxın. Düşür. Görün, əmsallaşdı mən yazan kimi. Mən mis NO3 işlədə mənim 1 düşür. HNO3-ə. Elə yazmışam da. Bax, əmsallara. Ekranda görsənmir uşaqlar yazdığım. Aha, indi fikirləş. 6.4-dən nə qədər NO2 alınacaq? 64-dən Deməli, 44.8 alınır. 6.4-dən nə qədər alınacaq? 9. Anam deyir ki, nisbətdə qaz alınır. 2012 də var, 2013 Ha, də bir də var. əksinə qal məsələlərin izahını işlə, evdə yazanda asan olsun. Sınaq deyil ki bu. 64-də 44.8-dirsə, deyirik 6.4-də 4.48-dir. Qatı nitrat turşusunun çəkirdə reaksiyası qarşılıqlı təsiri zamanı 9.8 qram, bəli. 23-ü dedik də. Deyirik 64-də 64-də 9.16 dedik. NO2 2 mol düşür axı, 4 mol düşmür. Qaz deyirəm, NO2 də var, O2 də var. O2 də var da müəllim.
Qaz alınaraq deyir. Mən səhv əmsallaşdırmışam. Burada oksigen alınır. Siz də mənə demirsiniz ki, oksigen nə gəzir ay müəllimə burada. Mən orada suyu nəzərdə tutub oksigen yazıram. Kim o sudur? Oksigen hardandır? Əmsalını düz qoymuşam. Ağlımda suyu tutmuşam, amma oksigen yazmışam. Heç biri də demirim, müəllimə burada oksigen nə gəzir? Hələ sonra Hələ bu da deyir ki, 2 dənə qaz alınıbdır. Mən ağlımda 2 mol sudur onsuz. Sadəcə Mən ağlımda ondan suyu sonra tutub oksigen yazmışam ora. Yaxşı. Keçirik 24-ə. 24-ü bəsdir, buyur. Bəli, qatı nitrat turşunun tükürdən qasılı təsiri zamanı deməli, burada səhv etməmişəm mol alınır. Yəni nə qədər ki 1 mola 1 mol sulfat. Yəni əgər 90.8 qram neçə mol nitrat deyirəm və 6 mol nitrat turşusu olmalıdır, 1 mol da sulfat olmalıdır. Nitrat Yazıram reaksiyanı, dəqiqə. 6 mola deməli 98, X-ə 9.8, 0.6 B variantı. Reaksiya belədir. Yox, səhv yazdım. Suya 2 düşür. Əmsallaşması belədir. Deyirik ki, 9.8 qram sulfat turşusu alınıbsa, neçə mol nitrat turşusu reaksiyaya girib? 0.6 mol. Çünki 98 alınanda 6 mol reaksiyaya girir. Neçə mola reaksiya nəticəsində alınar 9.8, 0.6. 25. 25-i görüm kim var, ona izah elətdirim. Özüm izah eləyirəm. 25-ə baxın. Sxemdə birinci reaksiyanın praktiki çıxımı 50%, ikinci və üçüncü reaksiyanın hər ikisinin praktiki çıxımı 80%-dir. 50 mol amonyakdan neçə mol nitrat turşusu almaq olar? Əslində 50 mol amonyakdan 50 mol da NO almalıydım. Amma praktiki çıxımım 50%-dir deyə 50-ni almayacağam. 50-nin yarısı 25 alacağam. Əgər çıxımım 100% olsaydı 25 mol NO-dan elə 25 mol da NO2 alacaqdım. Amma çıxımım 80%-dir deyə 25-in 80%-ni alacağam, yəni 20. Həmçinin üçüncü reaksiyada 20 mol NO2-dən 20 mol nitrat turşusu alacaqdım. Amma çıxımım 80%-dir deyə 20-nin 80%. Yəni 16 alacağam. Bu qədər. 26. Hansı reaksiyadan bəsit maddə alınır? Y variantı. Nitrat turşusunun parçalanmasından oksigen qazı əmələ gələr. 27. Hansı duzların termiki parçalanması zamanı qonur rəngli qaz əmələ gəlmir? Biz bilirik ki, birinci və ikincidən. Çünki birincinin parçalanmasından kalium NO2 və oksigen qazı, ikincinin parçalanmasından amonyak, su, karbon qazı əmələ gəlir. 28. Hansı reaksiyadan alınan maddə qatı nitrat turşusu ilə reaksiyaya girir? A variantından dəmir OH2 alınır ki, o da nitratla reaksiyaya girir. 29. Hansı reaksiyadan alınan maddə nitrat turşusu ilə reaksiyaya daxil olmur? Baxıram. Silisium O2. Silisium O2 oksigenlə nitrat turşusu ilə reaksiyaya daxil olurmu? Olmur. Hansı sıradakı bütün maddələr qatı nitrat turşusu ilə reaksiyaya daxil olur? Kükürt ilə mis. 31. Hansıları qatı nitratla daxil olmur? CO2 ilə silisium O2. 32. Hansı reaksiyadan azot dioksid, yəni NO2 alınır? Pasiv metalların nitrat turşusu ilə reaksiyasından. Və deyirik ki, qeyri-metallarımızın qatı nitratla. Yəni 1 və 4. İkinci alınmır. Çünki ikincidə dioksid yox, NO alınır. 33. Elə bir metal götürməlisən ki, NO2 ayılsın. Yəni pasiv metalın qatısını götürməlisən. B bəndi. 34. NO ayrılıbsa pasiv metalın durusunu götürə bilərsən. Yəni mis ilə duru nitrat turşusu və yaxud da orta aktivin qatısını götürməliydin. Elə variant yoxdur. Amma 35-də deyəsən elədir. Yox, elə deyil. 35-də də gümüş ilə duru nitrat turşusu. D bəndi. 36.
Hansı reaksiyalarda nitrat turşusu X nitrat turşusu ola bilməz? Bax, bu maraqlı misaldır. Nitrat turşusu ola bilməsə heç vaxt hidrogen ayranı götürə bilməzsiniz. Hidrogen nitrat turşusu ümumiyyətlə ayırmır. 2 getdi. 3 ola bilər, çünki sink nitrat alınıbdır. 4 ola bilməz. Niyə? Çünki nitrat turşusu olsaydı, burada alınardı. Misal üçün, NH4 xlor və hər hansı bir maddə. Yəni, nitrat turşusu xlorla birləşib nə verəcək ki? Ola bilməz. Burada cavabımız birinci və ikincidir. Aydın oldu? 3 də ola bilər. Ola bilər. Eyni sualda sadəcə indi ola bilər istəyir. Hara getdim? Sonra gəldik 38-ə. Nitrat turşusunun parçalanmasından oksigen qazı, su, bir də NO2 alınır. İndi Z bunlardan hansı olmalıdır ki, hidrogenlə reaksiyaya girib X əmələ gətirsin? Deməli, Z-im oksigen imiş ki, hidrogen ilə reaksiyaya girib su əmələ gətirib. X-im da su imiş. Z oksigen, X-i su götürəndə Y-im də olur NO2. 39. Nitrat turşusunun parçalanmasından X və Y-i çıxmışam. Z-in üstünə Y gəlib 2 turşu almışam. Deməli, onda Z-im NO2 imiş. Z-im NO2-dirsə, X-im də oksigen və sudur, yəni D bəndi. 40. Amonyakın oksidləşməsindən NO əmələ gəlir. Yəni, X-imiz NO-dur. NO-nun oksigen ilə reaksiyasından NO2 əmələ gəlir. NO2-nin də üzərinə soyuq su gəldikdə nitrit və nitrat turşusu əmələ gəlir. Buna uyğun variantımız D variantıdır. Qatı nitrat turşusu üçün hansı ifadələr doğrudur? Adi şəraitdə xromla reaksiyaya daxil olur. Xeyr, adi şəraitdə xromla daxil olmur. Qızdırıldıqda daxil olur. Mislə reaksiyasından qonur rəngli qaz alınır. Doğrudur. Ağzı açıq qabda saxladıqda kütləsi dəyişir. Bəli, dəyişir. Burada doğru olan 2-3-dür. Bir doğru deyildi. Nitrat turşusu üçün hansı ifadələr doğrudur? 1 doğrudur. Aha, 2 də doğrudur. Karbamidin istehsalında hansı maddələr tətbiq olunur? Amonyak və karbon qazı. Nitrat və xlorid turşuları üçün ümumi olan nədir? Turş duz əmələ gətirmirlər, doğrudur. Mis ilə reaksiyaya daxil olurlar, xeyr, xlorid daxil olmur. Magnezium oksidlə reaksiyaya daxil olurlar. Magnezium oksid, magneziumu, bəli. Çünki əsası oksiddir. Nitrat və silikat üçün adi şəraitdə aqreqat halı deyil. Çünki silikat bərk haldadır. Qələvlərlə hər ikisi daxil olur. Qızdırıldıqda parçalanmaları bəli. Silikat da parçalanır silisium O2 və suya. Nitrat turşusu və sulfat turşusundan fərqləndirən əlamətlər işığın təsirindən parçalanması, əsasi oksidlərlə reaksiyaya daxil olması, molekullar atomlarının sayı. Burada fərqli olan işığın təsirindən parçalanması və molekuldakı atom sayıdır. Biri HNO3-dür, biri H2SO4-dür. HNO3-də 2, 5 dənə, H2SO4-də isə 7 dənə atom var. 46. Qələvlərlə hər ikisi reaksiyaya daxil olur. Amma nitrat xloriddən fərqləndirən əsas əlamət odur ki, mis və civə ilə reaksiyaya daxil olur. Bir də atom sayı fərqlidir. Ona görə 2 və 3. 47-də X-imiz NO2-dir. NO2 üçün doğru olmayan ifadəni müəyyən eləməliyik. Yazıbdır ki, azotun baş oksididir. Azot 5-ci qrupdur. 5-ci qrup olduğuna görə onun baş oksidi N2O5-dir. NO2 deyil. Ona görə doğru olmayan D variantıdır. Dəmirin qapalı qabda nitrat turşusu ilə reaksiyasından alınan duz və qazın mol nisbətini müəyyən edin. Reaksiyasını yazıb əmsallaşdırmalıyıq. Dəmirin yazaq reaksiyasını. Reaksiyanı əmsallaşdıranda uşaqlar necə olacaq? Birin biri alınır deyəsən. Çünki dəmir 0-dan müsbət 3-ə gəlir. Nitratdan müsbət 5-dən müsbət 2-ə gəlir. Birin 1-ədir. Bunlara 1-1 qoysaq, onda bura 4 qoymalıyam. Burada 2 qoymalıyam. Reaksiya əmsallaşır mı belə? Əmsallaşır. Bəli.
Deməli, deyir ki, bizə burada duz ilə alınan qazın mol nisbəti 1-in 1-ə nisbətdir, A bəndi. 49. Hansı mərhələlərdə oksigen reaksiyaya daxil olur? Birinci və ikinci mərhələ. Birinci və ikinci mərhələdə. Hansı reaksiyadan X maddəsi nitrat turşusudur? Gümüş nitratın elektrolizi zamanı bəli, nitrat turşusu qabda qalır. H3PO4 və NO veribsə duru nitrat turşusudur. N2 və su verən NH4NO2-dir, nitrat deyil. Burada doğru cavabımız 1 və 2-dir. Uyğun olanları müəyyən edin. Birinci reaksiya getmir. Reaksiya getməyən burada qızıldır. NO alınan sinkdir. NO2 alınan isə həm 2, həm 3-dür. Gəldik bu biri səhifəyə. Bu biri səhifədə yenə 52 də bunun kimi. 53-ə baxaq. Bax, dərsi izah edəndə sizə deyirdim ha. Deyir ki, nitrat turşusu ilə sinkin, sink nitrat və 4 qram amonium nitrat alınıbdır. Duru nitratdan söhbət edir burada. Yəni bizə demək istəyir ki, bizdə əgər o fərqli alınan maddələr var idi, N2 alına bilərdi, NH4, NO3 alına bilərdi, NH3 alına bilərdi. Elə maddələrin alınması zamanı özü mütləq verir. Baxın, burada məsələdə də qeyd eləyib. Mən ona görə sizə deyirdim ki, narahat olmayın, verəcək o nə alınır. İpucu ilə də olsa verməlidir. Burada birbaşa veribdir. Siz də reaksiyanı əmsallaşdırmalısınız. Deyəcəksiniz ki, sinkin üzərinə nitrat turşusu gəlmişəm. Buradan almışam sink nitratı, NH4NO3-ü və suyu. Düzdür. Daha sonra reaksiyanı əmsallaşdırmalısınız. Reaksiyanı əmsallaşdırandan sonra da deyirsən ki, 4 qram amonium alınıbsa, hardaydıq? 53-də. Yəni yazırsınız, onun üstünə yazacaqsınız ki, NH4NO3 4 qram alınıbdır. Reaksiyanı əmsallaşdırandan sonra tapacaqsınız. Aydın oldu. 54. Artıq miqdarda götürülmüş duru nitrat turşusu ilə təsirindən qazın tam oksidləşməsi üçün 4,48 litr oksigen sərf olunmuşdur. Reaksiyaya neçə qram mis daxil olmuşdur? Siz əvvəlcə bilməlisiniz ki, duru nitrat turşusu ilə misin reaksiyasından NO ayrılır. NO ayrılmışsa, deyirsiniz ki, NO ilə oksigenin reaksiyasını yazaram. NO ilə oksigenin reaksiyasından NO2 alınır. Bu zaman NO-nun qabağına 2, NO2-nin qabağına 2 düşür. Oksigen 4,48 litr sərf olunmuşsa, NO2 nə qədərdir? 10 tapmalısınız. Deyirsiniz ki, 1 mola 2 moldursa 0,2 mol, daxı 4,48. Olacaq 0,4 mol. Deməli, mənim 0,4 mol NO-m var imiş. Misin də nitrat turşusu ilə reaksiyasını biz bayaqları artıq yazmışdıq. 3, 8, 3, 2 neçə idisə əmsallar. Yazırıq mis NO3. 2 dəfə üstə gəl NO və su. Bura 3 düşmüşdü, bura 8 düşmüşdü, burada 3 düşmüşdü. Bura da 2 düşmüşdü, suya da 4 düşmüşdü. Deyirik ki, NO 0,4 mol alınıbdır. Onda nə qədər, neçə qram mis reaksiyaya daxil olubdur, onu tapmalıyıq. 3 molu ilə 2 mol alınır. Neçə molundan 0,4 alınır? 0,6 molundan. 0,6 molunun da kütləsini tapmalıyıq. Yəni 0,6-nı vururuq 64-ə, cavabı alırıq. Ki, neçədir? Səhv eləmirəmsə 38,4 eləməlidir. 55-də deyir, X hansı maddə nitrat turşusudur? Birinci variantımızda həm nitrat, həm nitrit alınıbsa NO2-dir. B variantı da həm nitrat, həm nitrit alınıbsa NO2-dir. D variantı orada amoniakdır. Y variantı oksigen qazıdır ki, NO və su alınıb. Doğru cavabımız C variantıdır ki, oksid ilə nitrat turşusu reaksiyaya girərək mis nitrat və su veribdir. Daha sonra nitrat turşusu ilə və dəmir nitrat turşusu ilə reaksiyaya girib Z, duz və su veribdir. Deməli, siz fikirləşməlisiniz ki, dəmirlə misin ortağı nə ola bilər? NO ola bilər. NO mislə durusunda alınır, dəmir ilə isə qatısında alınır. Ona görə X-imiz durudur, Y-imiz qatıdır. 57. Qatı nitrat turşusunun kükürdü ilə reaksiyasını yazıb,
hansının mol miqdarı çoxdursa onu müəyyən eləməliyik. Biz bayaqları onsuz da dedik ki, 6 mol nitrat turşusu reaksiyaya girir 1 mol kükürdlə. Reaksiya nəticəsində 1 mol sulfat turşusu, 6 mol NO2, su da alınmalıdır 2 mol. Buna əsasən də onda deyirik ki, X-imiz NO2-dir, Y-imiz sudur, Z-imiz isə sulfatdır. Burada doğru olan yalnız Y-dir. Ona görə 1-i götürürük. 58 də bunun kimi. 59 da yenə nitrat turşusunun bu dəfə parçalanmasını istəyir. Nitrat turşusunun parçalanmasından da əmələ gəlir NO2, oksigen, su. 4 mol nitrat turşusu 4 mol NO2-yə, 2 mol suya 1 mol oksigenə parçalanır. Deməli, X-imiz NO2-dir, Y-imiz sudur, Z-imiz isə oksigendir. Hansı ifadələr qatı nitrat turşusu üçün doğru deyil? Mis ilə reduksiya məhsulu NO2-dir. Qatıdırsa bəli, lakmus kağızını qızardır, zülallarla qara rəng əmələ gətirir, gliserin ilə mürəkkəb efir əmələ gətirir, adi şəraitdə brom ilə reaksiyaya daxil olur. Burada səhv olanımız deməli 3 və 5-dir. Mis ilə reduksiya məhsulu NO2-dirmi? Bəli. Lakmus kağızını qızardırmı? Bəli. Gliserin ilə mürəkkəb efir əmələ gətirirmi? Bəli. Bütün oksigenli turşular əmələ gətirir. Adi şəraitdə yox, qızdırıldıqda reaksiyaya girir brom ilə. Daha sonra 61, 75 suala baxım, sonra sizləri buraxacam, narahat olmayın. Yəni, qaçmaq istəyənlər var aranızda, bilirəm. 61. Mislə nitrat turşusu ilə reaksiyaya girib mis, nitrat, su və nə verəcək? Bizə deyir ki, Z ilə T-nin fərqi 16-dır. Deməli, Z-im NO2-dir onda. T-im isə NO-dur. Gümüşün üzərinə nitrat turşusu gəlib, alınan qazı müəyyən edin, deyir. X-imiz qatıdır axı NO2-də. Gümüşün üzərinə qatı nitrat turşusu gəlsəm, nə alınacaq? NO2 alınacaqdır, elə A variantı. 62. Qatı nitratla mis reaksiyaya girəndə nə verir? Y-imiz NO2-dir. Kalsiyum qatı sulfatla reaksiyaya girəndə nə verir? H2S. Düzdür. X-imiz H2S-dir, Y-imiz NO2-dir. Deyir, qaz halındadılar. Bəli, hər ikisi qazdır. Yalnız oksidləşdirici xassəyə göstərirlər. Xeyr. NO2-də azotun oksidləşmə dərəcəsi aralıq oksidləşmə dərəcəsidir. Aralıq olduğuna görə həm reduksiya edici, həm oksidləşdirici olur. Molekullarında atomlarının sayı bərabərdir. Biri H2S-dir, biri NO2-dir. Hər ikisində 3 dənədir. 63. Nitrat turşusunun parçalanmasından su, oksigen qazı NO2 alınır. İndi fikirləşməlisiniz ki, NH3 ilə reaksiyaya girib bir mürəkkəb maddə verən bunlardan hansı ola bilər? Su ola bilər. T-imiz sudur. NH4OH alınıbdır, bir mürəkkəb maddə. Y-imiz NH3 ilə reaksiyaya girib bir bəsit bir mürəkkəb maddə veribsə, bu oksigen qazı ola bilər, çünki yananda azot və su alınır. Z-imiz 3 mürəkkəb maddə veribsə NO2-dir. Natrium nitrat, natrium nitrit və su. Yəni, bunları, reaksiyaları əzbərə bilməlisiniz ki, yaza biləsiniz təbii ki. Bilməsəniz, yaza bilməyəcəksiniz. 64-də. 64-də 4s2 3d6-dırsa, elektron quruluşunu yazaram. 1s2, 2s2, 2p6. Bu cür yazıb gəlib 3d6-ya çatanda görəcəm ki, X-im 26-cı elementdir, yəni dəmirdir. 4s1 3d10-dursa, sıra nömrəsi 29 eləyir, misdir. 4s2 3d10-dursa, sinkdir, sıra nömrəsi 30 eləyir. 4s1 3d5-dirsə, xromdur. İndi bizə deyir ki, qatı soyuq nitrat turşusu ilə reaksiyaya daxil olur. Xrom ilə dəmir daxil olmaz. İstidə daxil olurlar onlar. Cavab olur mis və sink, yəni Y və Z. Hansı turşuların metallarla reaksiyalarından hidrogen elementi oksidləşdirici deyil? Nitratın həm durusu, həm qatısı, çünki hidrogen ayırmır. Sulfatın isə qatısı. 66-da da yenə nitratlar, yəni 3-4. Duru sulfat ayırır hidrogen.
67. NH4OH-ın parçalanmasından NH3 və su, HNO3-ün parçalanmasından NO2, oksigen və su. Bizə deyir ki, hansı maddələr bu məhsullara aiddir? NH3 aiddir, su aiddir, oksigen qazı aiddir. 1, 3, 4. 68-də isə bunun əksi aid olmayanı istəyir. 69-da biz dedik ki, 4 mol NO2 alınır. Deməli, Z-imiz NO2-dir. Ən çox olanı istəyir. NO2 üçün doğru ifadələri müəyyən etməlisiniz. Şəffaf mayedir, xeyr. Qonur rəngli qazlıdır, bəli. Bütün nitrat duzları parçalandıqda alınır, xeyr. Kalium nitrat parçalananda alınmır. Suda həll olmur, xeyr, həll olur. Havadan ağır qazdır, bəli. Nitrat turşusu istehsalında istifadə edilir, bəli. Yenə Z maddəsi üçün bu dəfə doğru olmayanı istəyir. O da ki, doğru olmayanları seçəcəksiniz, eyni sualdır. Gəldik 71-ə. 71-də gümüşün nitrat turşusu ilə reaksiyasından 3 cür maddə alındı. Gümüş nitrat, NO2 və su. Azotun oksigenləşmə dərəcələri N və M-dir. Deyir ki, bizə N M-dən Y və Z-də. N M-dən böyükdür. Onda Y-imiz gümüş nitratı imiş ki, onda alınan maddələrimiz burada hansılardır? Gümüş nitrat, NO2 və su. Azot 2 maddədə var. Bir gümüş nitratda var, bir NO2-də var. Gümüş nitratda azotun oksigenləşmə dərəcəsi müsbət 5-dir, NO2-də müsbət 4-dür. Hansı böyükdür? Gümüş nitrat böyükdür. Deməli, Y-im gümüş nitratdır. Bu Y-dir, bu ise Z-dir. H2O-ya da X qaldı. İndi deyir, hansıları doğru deyil. Deyir, X-in parçalanmasından bu əmələ gəlir. Xeyr, X-imiz sudur. X-in parçalanmasından hidrogen və oksigen qazı əmələ gəlir. Deyir, X-in üzərinə Z gəldikdə nitrat nitrit alınır. Doğrudur. NO2-nin üzərinə su gəldikdə nitrat nitrit alınır. Y-in üzərinə H xlor gəldikdə gümüş xlor və HNO3 alınır. Doğrudur. Gümüş nitratın üzərinə gəlsəm alınacaq. X-in üzərinə kalium xlor, X sudur. Səhvdir. 5 də doğrudur. NO2-nin üzərinə natrium karbonat gəlsin. Yox, 5 doğru deyil. Y-im nitratdır. 5 də doğru deyil. Əgər NO2 olsaydı doğru olardı. Cavab olur 2 və 3. 4 mol nitrat turşusunun termiki parçalanmasından neçə litr oksigen qazı əmələ gəlir? 4 molundan reaksiyanı yazsanız görəcəksiniz. 4 mol nitrat turşusu parçalanır 4 mol NO2-yə, 1 mol oksigenə, 2 mol suya. Deməli, 4 molundan elə 1 mol, yəni 22,4 litr əmələ gələcək. Qati nitrat turşusunun kükürdlə qarşılıqlı təsiri zamanı 19,6 qram sulfat turşusu deyil. Dedik ki, bayaqları reaksiyanı yazmışdıq. Kükürdün üzərinə 6 mol nitrat turşusu gəldikdə reaksiyadan alınır H2SO4, NO2, bir də su. NO2-nin qabağına 6 düşür, suyun da qabağına 2 düşür və əmsallaşır. 19,6 nitrat turşusudursa, neçə mol nitrat turşusu, sulfat turşusudursa neçə mol nitrat turşusu reaksiyaya girib? 19,6 0,2 moldur. 1 mol ilə 6-dırsa 0,2 mol ilə də olacaq 1,2 mol. Deməli 73-də 1,2-dir cavab. 74. 19,6 mis nitratı tam neytrallaşdırmaq üçün nə qədər nitrat lazımdır? Mis OH2-nin kütləsi 98 qramdır. 19,6-dırsa 0,2 moldur. 0,2 mol mis OH2-yə OH-ın sayı nə qədərdir? 0,4-dür. Deməli, 0,4 nitrat turşusu lazımdır. 0,4-ü vururam 63-ə, görüm neçə qramdır. Neçə eləyirsə maraqlı deyil, mənə hesablamanı özünüz eləyərsiniz. 0,4 vurulsun 63, 6,100% imiş. Bəs neçəm 100%-də onu tapmalıyam. Onu da deyirsən ki, 0,4 vurulsun 63, vurursan 100-ə, bölürsən 6,3-ə. O da cavab eləyir, 63-lər gedir, 4-ü də 100-ə vuranda 400. Deməli, 400 qram lazım imiş. 75 də bunun kimi. 14 onda 8-dirsə 0,6-dır. 0,4-dür. 0,4-ünə 0,4 lazımdır. Bu dəfə isə faizi 12,8 veribdir deyə, 12,6 veribdir deyə, 12,6-ya böləcəyik. Onu da böləndə 200 eləməlidir. Aydın oldu. Hani eyni məsələdir. Biraz qarışıq izah eləsəm üzrü sayın, deyin təzədən izah edim.